Nə üçün biz İranı müdafiə etməliyik? Əvvəldə bunu deyim, çünki İrandan danışanda bəziləri görsən ki, hiss olunur, ağız bunu büzürlər, narahat olurlar. Hələ bəziləri təhqirə də keçirlər. Deyirlər ki, İrandan danışanlar İranın agentləridir, üzr istəyirəm, nə bilim, tulalarıdır, üzr istəyirəm, aftafasıdır, təhqiramiz sözlərlə yağdırırlar. Da biz onları istəmirik deyək ki, bu günləri Trump'ı müdafiə edənlər EPST-nin tulalarıdır. Özünüz bilərsiniz. Amma and olsun bu Ramazan ayına, oruc halda Peyğəmbər minbərindən Allahın salamı ona və əhl-i beytinə lənət göndərirəm. Sifarişlə danışan adama Allahın lənət olsun. Amin. Amma hər iki tərəfə lənət göndəririk. Allah lənət eləsin sifarişlə də bu Peyğəmbər balası ki, orucluqda şəhid olub, onun haqqına girənlərə. Amin. Allah hidayət eləsin. Qabili hidayət görsə lənət eləsin. Amin. Sabah hamımız bir gün ölüb Allahın huzurunda Allaha cavab verəcək. Onda daha bizim dadımıza nə Trump gələr, nə Netanyahu gələr, nə də ki o zalim rəhbərlər gələr. Allahdan qorxaq. Azərbaycanda katoliklər var, xristianlar var. Bizim xalqımızın, ölkəmizin vətəndaşlarıdırlar. Papa öləndə o katoliklər narahat idilər. Ağlayan da var idi. Yas saxlayan var idi. Papa da bir ölkə başçısıdır. Ölkənin adı nədir? Vatikan. İndi onlar Vatikana işləyir. Ümumiyyətlə eşitmişsiniz indiyə qədər ismindəki Papa rejimi, Vatikan rejimi dünyada Yahudilərin adından sui-istifadə eləyib Peyğəmbər adını, Yaqub Peyğəmbərin ikinci adı əleyhissalam İsraildir, ölkəyə ad qoyan rəsmi İsrail adını daşıyan ölkə indiyə qədər Molla rejimi, Zuhud rejimi, Ravvir rejimi deyən görmüsünüz. Bəs niyə İrana deyirlər? İnsaflı olun, insaflı olun.